Ötən gün cənab prezident İlham Əliyevin dinlədiyi Taleyi mənim mahnısı haqqında sizə danışacağam. Söhbət məhz bu videodan gedir. Mahnının musiqisi Oktay Kazımıya, sözləri isə Cabir Novruza aiddir. Mahnının tarixini danışmaq üçün ötən əsrin 60-cı illərinə qayıdaq. Gənc bəstəkar Oktay Kazımı milli musiqimizə yeni çalarlar gətirir. Belə ki, o milli musiqimizə ən parlaq və ən möhtəşəm musiqilərini ərsəyə gətirir. Yeniliklər gətirən Oktay Kazımı təbii ki, bir çox qadağalarla qarşılaşır, amma heç bir qadağa onu bu istəyindən geri döndərmir. Oktay Kazımı mahnının sözlərinin müəllifi olan Cabir Novruzla təsadüfi halda tanış olur. Belə ki, 1967-ci ildə Oktay Kazımı mahnı bəstələyir və dostu Rəfiq Zəkəyə zəng edərək həmin mahnıya şeir yazmasını xahiş edir. Təsadüf və zərurət nəticəsində Rəfiq Zəkə bu mahnıya şeir yaza bilmir və gənc bəstəkarı Cabir Novruzla tanış edir. Cabir Novruz heç vaxt hazır melodiyaya şeir yazmırdı. Ona görə də Oktay Kazımının təklifini imtina edir. Amma o, gənc bəstəkarın nə qədər istəkli olduğunu görəndən sonra razılaşır. Nəticədə onların ilk işbirliyindən Ey həyat sən nə qəribəsən mahnısı yaranır. Günün bir günü Oktay Kazımı yenə yaxın dostu Cabir Novruza zəng edərək onun melodiyasına bir şeir yazmasını xahiş edir. Cabir Novruz da bir gecədə bu şeiri yazır. Və nəticədə o möhtəşəm Taleyi mənim mahnısı ərsəyə gəlir. Mahnı əslində 1968-ci ildə yazılıb. Mahnının ilk müəllifinə gəldikdə isə burada fikirlər iki yerə bölünür. Qızıl fondda mahnının ilk müəllifi Yalçın Rızazadə qeyd olunsa da, mahnının əslində ilk ifaçısı xalq artisti Flora Kərimovadır. 80-90-cı illərində heç bir sənətçi bu mahnıya müraciət eləmir. Ta ki 2000-ci illərin əvvəllərinə qədər. 2000-ci ilin əvvəllərində əməkdar artist Mətanət İskəndərli bu mahnıya müraciət edir.